Salam məzləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə hazırlanması çox asan, çox dadlı şokoladlı bulka resepti bölüşürəm. Deməli, bunun üçün ilk öncə qaba 200 ml stəkandan 1 stəkan ilıq süd tökürəm, yarım stəkan ilıq su tökürəm və 1 çay qaşığı quru maya, 4 xörək qaşığı da şəkər tozunu bura töküb çırpıcı ilə bunları qarışdırıram. Ardından üzərinə bir dənə otaq temperaturunda olan yumurta tökürəm. 3 yemək qaşığı duru yağ da bura tökürəm. Və 1 çay qaşığı dolu olmayan duzu da bura töküb tezdən bunları çırpıcı ilə bir yaxşıca qarışdırıram. Son olaraq üzərinə 5 stəkan ələdiyim unu da əlavə edirəm və xəmirimi yoğurmağa başlayıram. Xəmiri yoğura-yoğura özünüz də görəcəksiniz ki, biraz ola bilər ki, 5 stəkandan artıq getsin. Onların növünə görə dəyişə bilər. Ona görə indi məndə hal-hazırda 5 stəkan un getdi. Amma sizdə ola bilər ki, biraz 5 stəkandan artıq da gedə bilər. Xəmiri axırda istəsəz biraz əlinizə duru yağ da vura bilərsiniz. Onda xəmir daha yumuşaq, daha gözəl yoğrulur. Gördüyünüz kimi çox gözəl bir xəmir alındı məndə. Altına biraz un səpib xəmiri bura yerləşdirirəm və üzərinə dəsmal da örtüb qoyuram ilıq yerdə təxminən 1-2 saat mayalansın. Xəmir artıq özünə gəlib mayalanandan sonra masanın üzərinə biraz duru yağ tökürəm və xəmiri bura yerləşdirib biraz havasını alıb əlimlə toparlayıram. Xəmiri kündələrə bölmək üçün uzun sov formaya salıram və 11 bərabər hissəyə bölürəm. Siz istəsəz bu xəmirdən 15 dənə və yaxud da 20 dənə də kündə kəsib bulka hazırlaya bilərsiniz. Kündələrin hamısını hazırlayandan sonra birini götürüb belə əlimlə nazik formada açıram. Xəmir çox yumuşaq xəmir olduğuna görə çox rahat, asan şəkildə açılır. Pletka şokoladını xəmirin kənarından qoyub bir qat qatlayıram. Siz istəsəz bunun əvəzinə cemdən də istifadə edə bilərsiniz və yaxud da şokolad yağı da ola bilər, bişmiş qatlaşdırılmış süd də ola bilər. Yəni zövqə görə bunlardan hansı birini istəsəz qata bilərsiniz. Gördüyünüz formada mən xəmirin orta hissəsinə kəsiklər atıb bu cür formada qatladım. Daha aydın olması üçün ikincisini də necə hazırladığımı sizə göstərmək istəyirəm. Hamısını hazır edib listə düzəndən sonra üzərlərinə bir yumurtanı çəkirəm. İstəsəz zövqə görə üstünə ağ küncüt də səpə bilərsiniz. Qoyuram sobanın orta gözündə 200 dərəcədə yarım saat bişsinlər. Artıq bulkalarım sobadan çıxıb bişiblər. Gördüyünüz kimi çox gözəl yumuşaq bulkalar alınıb. Mütləq siz də hazırlayın. Sağ olun, salamat qalın.